Özünüz təqdim edin. Əliyeva Dilarə Möhüb qızı. Tərtər rayonu Vüqar Orucov küçəsində oluruq. Yəni Şikayətiniz nə ilə bağlıdır? Su ilə bağlıdır. Çoçikimiz mərmi düşdü, nə düşdüsə müharibə. Yəni ətrafa düşdü də. Hə, 44 günlük müharibədə ətraflara düşdü. Özümüzün arxa barımızı, yəni qonşu ilə bizim aranın barısının evinə düşmüşdü biri. Dağıtmışdı. Bilmədik onun əsasında, nəyin əsasında oldusa, gəldik ki, müharibədən qayıdıb gələndən sonra çoçiki açdıq, işləmədi. Yəni bu çoçikdə getdik, Murad müəllimə müraciət elədik. Murad müəllim yeznəmə demişdi ki, 150 manat götürərsiniz, gətirərsiniz, baxarıq o işə. Bu işlə də bağlı. Yəni pul verin, yenisini qoyarıq. Ona görə də mən də pensioner bir adamam. Yeznə uşaq yanımda, himayəmdə yaşayırlar. Pensiya ilə mən nə iş görə bilərdim ki? Hansı 150 manat ardınsa tapıb verib onu dəyişdirə bilərdim. Yəni bu müharibəyə qədər kartla işləyirdiniz də, yəni. Işləyirdik. Nə qədər ödəniş edirdiniz? Günə belə aya 10 manat vururduq məsələn. Bir ay bəs eləyirdi sərbəst. Müharibədən sonra kart ləğv Kart ləğv olandan sonra yəni hər aya 28, 29, 30 manat belə ödəniş eləyirəm. Yəni gəlib təxminə baxırlar, hesablayırlar. Çeklərimə də belə puluma da baxsalar kart çeklərə. Yəni var. Həqiqətən də durur. Aya 30 manat, 25 manat belə keçirlər. 29 manat. Yəni siz hesab edirsiniz ki, yəni bunlar özləri yəni bəlkə də çox məbləğ yazırlar da. Yəni indi mənim fikrimcə də qoca arvadam, nə bilim baxır ki, bunu hesablaya bilmirəm. Mənim bu kartla bilirdik, amma bunu bilə bilmirəm. Başım çıxmır. Ona görə də belə qalmışıq valla. Nə ağac əkə bilirik, sulaya bilirik, nə özümüz üçün düzəməli istifadə edə bilirik. Bir axar yerdən də bir yandan da gəlmir ki, nə əlavə işlədək o suyu. Bu su da bizə çox baha başa gəlir. Yəni istəyirsiniz ki, gəlsinlər, təmin eləsinlər də. Bəli, mən istəyərəm ki, gəlib mənim çocuğumu yoxlasınlar və təmir eləsinlər.